Salam əziz izləyicilərim. Bu günlərim sizə aclıq otu haqqında məlumat verəcəyəm. Bəzilərinizin bildiyi kimi, bəzilərimiz bunu arıqlamaq üçün içirik, amma bunu arıqlamaq üçün istifadə etmək olmaz. Çünki bağırsaqlarımızda çox tənbəllik yaradır. Biz sadəcə bunu bağırsaqlarımız təmizlənsin deyənə ayda sadəcə 2 dəfə istifadə eləyə bilərik. Mən bunu necə istifadə eləyirəm? Mən bunu bir çaşkaya töküb, hardasa sizə gözə yarı göstərdim. Bu qədərini bir çaşkaya əlavə eləyirəm, gördüyünüz kimi. Üstünə qaynar su tökürəm. Sonra biraz isti deyil də biraz ilıq içirəm. Və gün ərzində bunun effektini görürəm. Sadəcə sizə onu deyə bilərəm ki, bunun qarın boşluqlarında yaratdığı sancı sizi narahat eləməsin. Bu qədər izlədiyiniz üçün çox minnətdaram. Bəyənib, takip etsanız çox sevinərəm. Çox sağ olun.